Hərbi Hava Qüvvələrinin milli hərbi qurum kimi formalaşması 1992-ci ilə təsadüf edir. Həmin il Azərbaycan ordusu ilk döyüş təyyarəsinə də sahib olur, amma çox qeyri-adi bir yolla. Pilot Vaqif Qurbanov bu təyyarəni Sovet hərbi bazasından qaçırır. Bu Xocalı əhvalatı ortaya düşəndə bizə təsir elədi. Əlbəttə ki, belə şeylər. Biz fikirləşdik ki, neyniyək? Fuad Mamedov belə bir söhbət atdı ortalığa ki, gəlin təyyarə qaçırdıq. Vaqif təyyarə sürən idi, təyyarəçi idi. Fuad Mamedov təyyarənin texnik idi. Mən də mexanik. Oturduq, fikirləşdik, götür-qoy elədik. Gəldi çatdı aprelin 8-i. Düşündüyümüz fikirləri həyata keçirdik. Buradan samolyotu qaçırdıq, aparandan sonra Yevlaxda otuzdurandan sonra orada gizlətdik samolyotu. Sonra Ruslar başladı axtarmağa. Biz apardıq Dajı fermanın həyətində, otun altında gizlətdik samolyotu. Sonra oradan çıxardıb aparıb Şəkidə gizlətdik. Sonra Şəkidən Şuşa uğrunda döyüşlər gedəndə biz oradan birinci uçuşu Şuşa elədi Vaqif Qurbanov. Ondan sonra qayıdıb Yevlaxda oturdu. Qalan döyüşlərdə Yevlax aeroportundan həyata keçirdik. Aprel ayında qaçırtdı, iyun ayının 13-də rəhmətliyin xəbəri gəldi ki, Vaqifi vurublar, amma sağdı. Sağdı, bugün gələcək, sabah gələcək, bugün sabah gəldi, 33 il oldu. 33 ildə onun hələ də tapırıq meydini. Ən azından mən çox istədim ki, bir dənə biz bir qəbir üstü tapaq, heç olmasa bu vurulan günü bir onun üstünə gedək, bir ürək sözümü deyək, hələ ki tapılmayıbdır, axtarış gedir. İyunun 13-cü günü axşamüstü təyyarə vuruldu. Ağdamdan üzü Xankəndinə tərəf Qaraqaya deyilən ərazi var. O ərazidə o vaxtı müharibənin qızğın vaxtı idi. Elə bir ki, samolyotu vuranda samolyot elə bir yerə düşdü ki, o neytral bir zonaya düşdü. Nə bizimkilərin əli çatmadı olar, nə ermənilərin əli çatmadı olar. Axtardıq, nə bilim, çox yerlərə getdik. Görüşüm, tacı döyüş bölgələrimizdə də tapa bilmədik. Azərbaycan xalqı kimi Ali Baş Komandan da Vaqif Qurbanovun qəhrəmanlığını unutmadı. Şəhid olmasından 33 il sonra ilk milli hərbi pilotumuz Azərbaycanın milli qəhrəmanı adına layiq görüldü. Çox sevindim və kədərlə boğuldum. Yəni, sevindim, kədərləndim, artıq layiq olduğu adını aldığı üçün çox sevindim. Artıq 33 il idi ki, biz bugünü gözlürdük. Sağ olsun, çox sağ olsun. Dərin qəlbdən minnətdaram ölkə prezidentinə. Prezidentə öz təşəkkürümü bildirirəm, Mehriban xanıma öz təşəkkürümü bildirirəm. Bu sevinci bizə yaşatdı 33 ildən sonra. Mən öz təşəkkürümü bildirirəm cənab Ali Baş Komandanımıza. Allah hamısını, nə bilim, var eləsin, vətənimizi qorusun. Biz də sıx olaq Ali Baş Komandanımızın ətrafında vətənimizi qoruyaq.